Test 21'də deyir ki, hansı müsbətdir? Belə tangens 170, kotangens 190, sinus 115, kosinus 115 bu vəziyyətdə verir və bizdən soruşurdu ki, hansı müsbətdir? Müsbət olanı yapalım. Gəlin mən bunu belə bir koordinat sistemi çəkeyim, bu şəkildə göstərim. Mən dedim ki, y oxu sinusu göstərir. Y oxu sinus uyğun gəlir. Y sinus alfaya uyğundur. X oxu kosinus uyğundur. Kosinus alfa yazıram. Deməli, kosinuslar x oxuna uyğun gəlir. Deməli, o koordinat y oxundan sağda kosinuslar nədir? Müsbət qiymət alala gedir də, sağa müsbət qiymət alala gedir. Sola da mənfi qiymət alala gedir. Deməli, kosinusların mənfi qiymət alır x oxunda sola doğru, sağa doğru müsbət qiymət alır. Sinus oxu da y-ə uyğun gəlir. Sinusu y oxunun x-dan yuxarı hissəsi müsbət, x-dan aşağı hissəsi nədir? Mənfidir. Bu birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. İndi gələk katangesi uyğun olanları göstərək. Yaxşı düşürmü? Katangeslə tangeslə nətər baş verir? Tangens bərabərdir x bölünsün, y bölünsün x-a. Yəni, tangens bərabərdir sinus bölünsün kosinusa. Və yaxud da belə yadınızda saxlayın. Tangens y bölünsün x nisbətinə. Y x nisbətinə bərabərdir. Tangens y bölünsün x-a bərabərdir. Kotangens x bölünsün y-ə bərabərdir. Nətəri? Koordinat sisteminin y oxuna sinusun qiymətləri uyğun gəlir. X oxuna kosinusun qiymətləri uyğun gəlir. Tangensin də qiymətinə y bölünsün x uyğundur. Kotangensin qiymətinə də x bölünsün y uyğundur. Gəlin bunu da çəkək. Y, x. İndi baxaq. Burada deməli, birinci rüb, yəni qeyd edək, yazaq. İkinci rüb, üçüncü rüb, dördüncü rüb. Yazıram ki, y tangensə üçün deyirəm, tangens üçün. Y bölünsün x. Birinci rübdə y də müsbətdir, x da müsbətdir. Deməli, tangens birinci rübdə müsbət bölünsün müsbət nə olacaqdır? Müsbət olacaqdır. İkinci rübdə isə, ikinci rübdə olsun, y müsbətdir, x mənfi. Müsbət bölünsün mənfi olacaqdır. Üçüncü rübdə isə mənfi bölünsün, x mənfi daxı. Y oxu da aşağıda x oxundan mənfi qiymət alacaqdır. Dördüncü rübdə də yenə müsbət x bölünsün mənfi y, bu da bərabər olacaqdır mənfiyə. Bir müsbət, bir mənfiyə. Kotangens də bu şəkildə olacaq da, yəni hər ikisi birinci rübdə müsbət, ikinci rübdə biri mənfi, biri müsbət olduğuna görə mənfi, üçüncü rübdə hər ikisi mənfi olduğuna görə müsbət, iki mənfi ədədin qisməti müsbət ədəd daxil. Dördüncü rübdə də yenə x müsbət, y mənfi yenə bizə mənfili verəcək. İndi qaydaq suallarımıza bir-bir baxaq. Deyir ki, birincidə tangens 170, kotangens 190. Biz bilirik ki, burası 0, bura 90, 180, 270 və burada oldu 360 dərəcə. Tangens 170 harada yerləşəcəkdir? Haradasa, baxın, buralarda bir yerdə yerləşəcəkdir. Tangens 170. Burada tangens ikinci rübdə nə qiymət alacaq? Mənfi qiymət alacaq. Elə başından buradan yazıram. Özə burada da vurma əməli var. Heç də yazılmayıbsa vurma əməlidir. Kotangens 190. Kotangens 190-da yenə burada mənfini mənfiyə böldüyümüz zaman üçüncü rüb müsbətdir. Niyə mənfi yazmışam? Mənfini mənfiyə böldüyümüz zaman müsbətdir. Kotangens də müsbət qiyməti alır. Biri müsbət, biri mənfi. Bunların da hasili bərabərdir mənfiyə. Bu ifadənin qiyməti mənfidir. İndi ikinciyə baxaq, B variantına müsbətdir. Sinus 115. Gəlirəm indi bu oxa. Mən dedim ki, baxın, bu ox kosinusu göstərir, bu ox sinusu göstərir. Burada da 0 dərəcə, 90 dərəcə, 180 dərəcə,
270 dərəcə, 360 dərəcə. Sinus 115 hardadır? İkinci rübdədir. İkinci rübdə sinusun qiyməti müsbətdir. Baxın, ikinci rübdə sinusun qiyməti müsbətdir. Kosinus 115 dərəcə. Kosinus ikinci rübə düşür də, yenə 90-dan 180 aralığındadır. Kosinusun qiyməti ancaq mənfidir. Bu da oldu mənfi. Bir müsbət, bir mənfi bərabərdir hasili mənfiyə. C variantına baxaq. Deyir, sinus 120 dərəcə. Sinus 120 dərəcədə yenə 90-dan 180 aralığındadır. Sinus y oxuna uyğun gəlir. Burada da ikinci rübdədə y oxunun, baxın, bu qiymətləri müsbətdir. Sinus 120 elədi müsbət. Kosinus 220-yə baxaq. 220 üçüncü rübdədir. 180 ilə 270 arasında. Kosinus 220. Kosinus 220. Baxın, bu üçüncü rübdə. Kosinusun qiymətləri nəyə də uyğun gəlir? Mənfidir. Deməli, bu da oldu mənfi. D variantına baxaq. Kosinus 210. Kosinus 210 gəl üçüncü rübdə yerləşir. 180 ilə 270 arasında. Kosinusun qiymətləri dedim, x-ın qiymətlərinə uyğundur axı. Kosinus 210 mənfi qiymətdir. Mənfidir. Sinus 310. Sinus 310 dördüncü rübdə yerləşir. Baxın, bu 270, 360. Sinus 310-da sinus y oxunu göstərir axı. Burada y-in qiymətləri, baxın, burada mənfidir. Mənfidir də, bura mənfi qiymətləri alır. Burada hamısı nə qiymət alsa, mənfi qiymət alacaq. Deməli, sinus 310 oldu mənfi. Kosinus 210 da mənfi oldu. Sinus 310 da mənfi oldu. İki mənfinin hasili nə olacaq? Müsbət olacaq. Elə bizdən müsbəti soruşurdu. Cavab da D variantıdır. Y-yə baxaq. Kosinus 300, tangens 300. Kosinusa gələk baxaq. Deməli, kosinus 300 dərəcədə dördüncü rübdə yerləşir. Eləmi? Kosinus dedim ki, x oxudu. Burada kosinusun qiyməti oldu müsbət. Gələk tangens 300-ə baxaq. Tangens 300. Deməli, tangens 300 270-dən 360 aralığında nədir? Biri müsbət, biri mənfi. Deməli, tangens y-i mənfi, x-i müsbət. Burada olacaqdır bu ifadə mənfi. Bir müsbət ədədi. Tangens 300 də mənfi qiyməti aldı. Burada tangens nə idi? Y bölünsün x idi. Mənfini, mənfi y-i müsbət x-a böldüyüm zaman mənfi qiyməti alıram. Burada olur tangens 300 mənfi. Bu ifadə də oldu mənfi. Deməli, kosinus 300 müsbətdir, tangens 300 mənfidir. Bir müsbət, bir mənfinin hasili edəcəkdir mənfi. Cavabımız oldu D variantı müsbət ifadədir.